Bakı bir neçə gündür ki, şəhərimizin kinoteatrlarında Sovet tamaşaçılarının dərin rəğbətini qazanmış Hindistan kino filmləri festivali keçirilir. Festivalda Oyanma, Viraj Bahu, Mirzə Qalib, Munna, Varis və Cənab 420 kino filmləri nümayiş etdirilir. Hind Filmləri Festivali ilə əlaqədar olaraq SSR Mədəniyyət Nazirliyinin dəvəti ilə Sovet İttifaqında olan Hindistan kino incəsənəti xadimlərinin nümayəndə heyəti noyabrın 3-də Bakıya gəldi. Təyyarə meydanında Hindistan kino incəsənəti ustalarını, Bakı ictimaiyyəti və Respublikamızın incəsənət işçiləri böyük səmimiyyətlə qarşıladılar. Həmin gün axşam Nizami Kinoteatrında Hindistan kino xadimləri ilə Bakı tamaşaçılarının görüşü keçirildi. Azərbaycan SSR Mədəniyyət Naziri Qurbanov qonaqları salamlayaraq onları salondakılara təqdim etdi. Nümayəndə heyətinin başçısı Hindistan Məlumat və Radio Verilişi Nazirliyi katibinin müavini Cənab Gopalan, kino artist Adhib Bhattacharya, məşhur rejissor və operator Krishna Gopal, Mirzə Qalib və Vərəsə kino filmlərinin qəhrəmanı Kumari Süreyya, bu məşhur kino artistlərlə tamaşaçıları tanış etməyə ehtiyac yoxdur. Sovet tamaşaçıları arasında şöhrət qazanmış Avara və Cənab 420 kino filmlərinin qəhrəmanlarını ölkəmizdə tanımayan yoxdur. मुड़ के न देख मुड़ मुड़ के न देख मुड़ के न देख मुड़ के न देख मुड़ के जिंदगानी के सफर में तू अकेला ही नहीं है हम भी तेरे हम सफर है Bakı Kino Studiyasının operatoru Dadaşov, hörmətli qonaqları Respublikamızın incəsənət işçiləri adından qızğın salamlayaraq dedi. Azərbaycan Sovet kino işçiləri sizi, dahi sənətkarlar, ölməz şairlər, insanın həyat və arzularını tərənnüm edən bəstəkarlar yurdu, Hindistanın görkəmli kino xadimlərini salamlayaraq, əziz bir dost, doğma qardaş kimi qucaqlayır və deyir, xoş gəlmişsiniz, əziz dostlar. Hindistanlı kino artistlər sosialist Bakısı ilə tanış olmağa başladılar. Foto həvəskarları isə bu unudulmaz görüşdən yadigar saxlamağa tələsirdilər. Şəhərin mərkəzi küçələrində toplaşmış minlərlə Bakılı dost Hindistan xalqının nümayəndələrini alqışlarla qarşılayırdı. Qonaqlar Kirov adına Mərkəzi Mədəniyyət və İstirahat Parkındadırlar. Onlar burada alovlu bolşevik Sergey Mironoviç Kirovun inqilabi fəaliyyəti ilə tanış oldular. Kino ustaları Dağüstü Parkdan şəhəri və neft mədənlərini seyr etdilər. Bu foto şəkillər gözəl Bakını və onun qonaqpərvər xalqını həmişə bizə xatırladacaqdır. İndi isə qonaqları gəzdirən avtobus Stalin adına Respublika stadionuna yollanır. Hər yerdə olduğu kimi burada da Hind kino artistləri böyük məhəbbət və gürültülü alqışlarla qarşılandılar. Görüşdən sonra futbol oyunu başlandı. Lakin bugün oyun tamaşaçıları maraqlandırmırdı. Onların nəzərləri qonaqlara cəlb olunmuşdu. Həmin gün axşam Hind kino ustaları
Bakı televiziya studiyasında Hindistan kino filmlərindən mahnılar ifa etdilər. Biz yenə də Bakı təyyarə meydanındayıq. Bakı zəhmətkeşləri əziz qonaqlarını vətənimizin paytaxtı Moskvaya yola salırlar. Azərbaycan SSR Mədəniyyət Naziri Qurbanov, Hindistanın görkəmli kino incəsənəti ustalarına gələcək yaradıcılıq işlərində daha böyük müvəffəqiyyətlər arzu etdi. Cənab Qopalan, Hindistan kino xadimləri adından onlara göstərilən bu böyük hörmət üçün Bakılılara təşəkkür etdi. Yaxşı yol, əziz dostlar, görüşənə qədər.